Vaşinqton və Tel-Aviv arasındakı dəmir möhkəm ittifaq çökərək uçuruma çevrilmək təhlükəsi ilə üzləşib. ABŞ prezidenti Donald Trump Benyamin Netanyahunu, İsrailin baş nazirini şoka salan bir təhdidlə tənqid edib. Amerika liderinin qızğın telefon danışığı zamanı səsləndirdiyi "sizi əbədi olaraq müdafiə etməyəcəyik" sözləri dərhal dünya mediasına yayılıb və 10 illərdir sarsılmaz hesab edilən münasibətlərin təməllərini dağıdıb. Qeyd-şərtsiz Amerika dəstəyinə, BMT Təhlükəsizlik Şurasında avtomatik vetoya və milyardlarla dollarlıq hərbi yardıma öyrəşmiş İsrail ilk dəfə əsas himayədarından yox sözünü eşidib. Xameneyinin sui-qəsdi ilə yaranan Yaxın Şərq böhranı təkcə regionu deyil, həm də əbədi görünən ittifaqları məhv edir. Qərb dünyası daxildən dağılır. Trump və Netanyahu arasındakı münaqişə İran rəhbərliyinə qarşı cərrahi zərbə kimi planlaşdırılan İrana qarşı birgə əməliyyatın fəlakətli nəticələri fonunda qaynar nöqtəyə çatıb. Söndürülməsi mümkün olmayan regional yanğına çevrilib. Yaxın Şərqdəki Amerika bazaları fasiləsiz atəşə tutulur. ABŞ qoşunları arasında itkilər yüzlərlədir. İqtisadiyyat $200 dəyərində neftdən boğulur. Hormuz boğazı bağlanıb. Dünya ticarəti iflic vəziyyətindədir. Bütün bu xaosun ortasında Trump sadə bir həqiqəti dərk edib. İsrail Amerikanı qaçış yolu olmayan bir müharibəyə sürükləyib və indi Vaşinqtonun nəticələrini əbədi olaraq çəkəcəyini gözləyir. Lakin Amerika prezidentinin səbri tükənib. Sizi əbədi olaraq qorumayacağıq ifadəsi ABŞ-İsrail münasibətləri tarixində görünməmişdi. Demokrat və ya respublikaçı heç bir ABŞ prezidenti İsrailə olan öhdəliyini açıq şəkildə şübhə altına almayıb. Bu, heç kimin toxunmağa cəsarət etmədiyi bir tabu, Amerika siyasətinin müqəddəs bir inəyi idi. Dünyanın ən güclülərindən biri olan Vaşinqtondakı İsrail lobbisi 10 illiklərdir ki, Yahudi dövlətinə hərəkətlərindən asılı olmayaraq qeyd-şərtsiz dəstək verir. Fələstin ərazilərinin işğalı Amerika Qəzzanın bombalanmasını ört-basdır edir. Amerika Suriya, Livan və Raqqaya endirilən zərbələri ört-basdır edir. Amerika İran alimlərinin qətlini ört-basdır edir. Amerika o ört-basdır edir və indi ilk dəfə olaraq Amerika prezidenti kifayət qədər deyir. İsrail hökumətindəki mənbələrin məlumatına görə Netanyahu söhbətin tonundan və məzmunundan şoka düşüb. İsrail baş naziri Amerika prezidentlərinin istənilən şəraitdə qeyd-şərtsiz dəstəyə qulaq asmağa və razılaşmağa hazır olmalarına qarşı hörmətli münasibətinə öyrəşib. Trump ilk müddətində səfirliyin Qüdsə köçürülməsini, Holland yüksəkliklərinin tanınmasını və İranın nüvə sazişindən çıxmasını xüsusilə dəstəklədi. Bunlar hamısı Netanyahuya heç bir şey ödəmədiyi hədiyyələri idi. İsrail baş naziri açıq-aydın eyni lütfə güvənirdi və indi çox səhv hesablayıb. Trumpın təhdidi İsrail rəhbərliyinin ictimaiyyətdən gizləməyə çalışdığı konkret bir məzmuna malikdir. Məlumatlı mənbələrə görə Amerika prezidenti Netanyahudan eskalasiyanı dərhal dayandırmağı, İranda quru əməliyyatı planlarından imtina etməyi və üçüncü ölkələr vasitəçiliyi ilə danışıqlara razılaşmağı tələb edib. Əks halda Trump güya ABŞ-ın hərbi yardımı azaldacağı, avtomatik vetodan imtina edəcəyi və strateji tərəfdaşlıq formatını yenidən nəzərdən keçirəcəyi barədə xəbərdarlıq edib. Bunlar boş təhdidlər deyil. Onlar Amerika zəmanətlərinə əsaslanan İsrail təhlükəsizlik siyasətinin mövcudluğunu şübhə altına alan bir ultimatumdur. Səni əbədi olaraq qorumayacağıq sözləri Amerikanın o vaxtdan bəri İsraili qoruduğunu göstərir. Bu etiraf qərb müzakirələrində adətən susdurulur. 10 illiklərdir ABŞ BMT Təhlükəsizlik Şurasında İsraili tənqid edən istənilən qətnaməni bloklamaq üçün veto hüququndan istifadə edib. Amerika İsraili qonşu ölkələri bombaladığı silahlarla təchiz edib. Amerika İran alimlərinin və generallarını məhv etmək üçün kəşfiyyat məlumatları verib. Amerika İsrail ordusunu hər il milyardlarla dollarla finanslaşdırıb. Bütün bunlar bir gizlətmə idi və Trump bunu ilk dəfə ücdan etiraf edib. Bu etiraf Amerika-İsrail münasibətlərinə dair qəvamı əbədi olaraq dəyişəcək.